timsalında bütün şəhidlərimizi anır. Bugün Elnur balamızın 30 yaşı tamamlanır. Əvvəla şəhərimizin ən gözəl məkanında olan bu şəhidlər xiyabanına ziyarətə gələn və tədbirdə iştirak edən qonaqlarımıza özlərinin təşəkkürünü bildirirəm. Şəhər rəhbərinin salamlarını çatdırıram. Bugün şəhidlər xiyabanında mən məlumat verim, 525 şəhidimiz yaşır. Sabahda bir şəhidimiz dəfn olunacaq. Birinci Qarabağ müharibəsində itkin düşmüş Məmmədov Gedisi Mirzəlioğlu. Artıq onun nəşi tapılır və sabah saat 12-də torpağa tapşırılacaq. Çox əfsuslar olsun ki, şəhidimizin sabah dəfn olunacaq şəhidimizin atası və anası dünyasını dəyişir və bu missiya yenə də öz qəhrəmanlarına, öz vətənsevər övladlarına dəyər verən gözəl Sumqayıt şəhər sakinlərinin üzərinə düşəcək. Bugün Elnur haqqında çox gözəl sözlər deyir. Ümumiyyətlə götürəndə şəhidlər bir millətin niskilidir, kədəridir və onunla bərabər həmçinin onun qürurudur, fəxridir. Əgər bir millətin şəhidi varsa, deməli bu millətin müəyyən çərçivədə torpaqları. Əgər bu millətin bir qəhrəmanı varsa, deməli o müəyyən çərçivədə müəyyən təyin olunmuş torpaqları qoruyan oğullar var. Şəhidin tərifi çox ağır bir tərif. Şəhid Allah rizası yolunda, malından, mülkündən, hətta öz sevdiklərindən keçərək insanın Allah Taala tərəfindən bəxş olunduğu öz gözəl canını, öz mübarək bədənini vətən yolunda qurban verən şəxslər. Bax, bugün burada fidan balalar iştirak edir. Onlar hərbi formanı geyiniblər. Bəlkə də onlar yaşlarına uyğun olaraq əllərində tutduğu o şəhidlərin yüklülüyünü bugün dərk edirlər. Adı müəyyən bir yaşa çatandan sonra onlar hamısı biləcək ki, öz kiçik yaşlarında böyük bir qəhrəmanlıq, böyük bir şücaət göstərən o igidlərin, Elnurların yarımsıq qalmış ömürlərini məhz onlar yaşamalıdır. Mən üzümü tuturam buradan o fidan balalara və onlara səslənirəm. Vətən uğrunda ölmək vardır, amma siz yaşayacaqsınız. Çünki artıq o müharibəni qutaran bu şəxslər sizlərə böyük və suveren bir Azərbaycanı ərmağan edirlər. Və sizin bilavasitə borcunuz bu torpağı, bu vətəni, bu ana yurdu düşünmədən belə öz bilik və bacarığınızla o ərazilərdə çox gözəl sosial infrastruktur yaratmaq, çox gözəl bir mütəxəssis olaraq bu vətəndaşların, alnı açıq, üzü ağ olan Azərbaycan vətəndaşlarının keşiyində durmalısınız. Bir şəhid anasına nə qədər təsəlli versək, o ancaq təsəllidir. Və 30 il ərzində Azərbaycanın siyasi xəritəsində bir boşluq olan o ərazi, bax bu anaların, şəhid analarının qanadı olan bu balalar vasitəsilə o boşluq dolmuşdur. Və bizlər bunu heç bir zaman unutmamalıyıq. Süsən xanım, Əli dayı bizim ən, belə deyək, sayılıb seçilən şəhid analarımızdan, şəhid valideynlərimizdən biridir. Süsən xanım həmçinin ana olmaqla yanaşı bir müəllimdir, bir öyrətməndir. Və hər bir vətəndaşa, hər bir qəhrəmana ana sevgisini parçalayaraq vətən sevgisi etmək, bax bu öyrətmənlərin üzərinə düşmüşdür. Allah Subhanahu şəhidlərimizin ruhunu şad eləsin. Məğrur və qürurlu Azərbaycan xalqını hər zaman başı yuxarı eləsin. Və bugün şəhidimizin məzarı üstündə dalğalanan bu üç rəngli bayrağımızı hər zaman zirvələrdə dalğalandırsın. Başımız sağ olsun. Uca Allah şəhidlərimizə rağmen millətimizə öz mərhəmətini və rəhmətini əskiyə etməsin. Allah rəhmət eylesin.